Salam müəllimlər. Bugünkü dərsimiz Azərbaycan Respublikasında günəş radiasiyasının temperatur və yağıntının paylanmasıdır. Deməli, Azərbaycan ərazisində günəş radiasiyası düzənlikdən yüksək dağlığa doğru qeyri-bərabər paylanmışdır. Əsasən düzənlik ərazilərdə və yüksək dağlıqda bu cəmiyyət böyük, orta dağlıq, alçaq dağlıq və deməli, dağətəyi ərazilərdə isə buludluğun artması ilə əlaqədar olaraq aşağıdır. Belə ki, maksimum cəmiyyəti Naxçıvan Muxtar Respublikasının arazboyu düzənliklərində 2900 saat təşkil edir. Kür Araz ovalığı Ceyrançel və Abşeron yarımadasında 2200-2400 saat təşkil edir. Yüksək dağlıqda isə bu göstərici 2100-2400 saatdır. Lakin dağ ətəyi, orta dağlıq, həmçinin alçaq dağlıq, Lənkəran ovalığı, Şollar düzündə isə 1800-2000 saat arasında dəyişir. Günəş radiasiyasını kilokalori ilə biz təyin etsək, bu zaman ən yüksək göstərici Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində 152-160 kilokalori arasında dəyişir. Növbəti, yəni göstəriciyə əsasən növbəti sırada arazboyu düzənliklər durur, 148-150 kilokalori. Daha sonra Böyük və Kiçik Qafqaz dağlarının yüksək dağlıq əraziləri 150-140 kilokalori. Növbəti sırada isə Kür Araz ovalığı düşür ki, bu da 128-132 kilokaloridir və buludluğun artması ilə əlaqədar olaraq orta dağlığa doğru 120-124 kilokalori arasında dəyişir. Biz xəritədə fikir versək, baxaq, yəni eyni ilə dediyim kimi, yəni xəritədə də bu rəngləmələrlə verilib və biz kilokalori ilə götürsək, ən yüksək göstəricini götürəcəyik Naxçıvanın yüksək dağlığını, daha sonra Araz boyunu, sonra Böyük və Kiçik Qafqaz dağlarının yenidən yüksək dağlığı, növbətidə isə Kür Araz ovalığı və orta dağlıq, yəni buludluğun artması ilə əlaqədar olaraq, yəni orta dağlıq ərazilərdə bu kilokalori ilə aşağı göstəricidir. Və növbəti dərsimiz isə havanın orta illik temperaturudur. Azərbaycan ərazisində temperatur necə paylanmışdır? Deməli, biz xəritədən də müşahidə edə bilərik ki, orta illik temperatur Respublikamızın ərazisində deməli, düzənlikdən yüksək dağlığa doğru aşağı düşür. Maksimum göstərici Kür Araz ovalığındadır. Baxın, Kürdəmir yazılan hissə necədir? Rəngi tündür. Ən yüksək göstəricidir 14,5 dərəcədir. Həmçinin Neftçala rayonunu xüsusilə qeyd edirik. Testlərdə daha çox rastımıza çıxır. Neftçala rayonunda da bu göstərici 14,5 dərəcədir. Digər ərazilərdə isə və yüksək dağlığa doğru bu göstərici aşağı düşür. Belə ki, 2000 metr yüksəklikdə, yəni orta illik temperatur 4-5 dərəcə, yüksək dağ zirvələrində isə bu göstərici 0 dərəcəyə qədər düşür. Azərbaycan ərazisində maksimum temperatur Naxçıvanda, Culfada müşahidə olunmuşdur, müsbət 46,5 dərəcə. Həmçinin Azərbaycanda deməli biz bilirik ki, Kür Araz ovalığında, Kürdəmirdə müsbət 43 dərəcə və dağətəyi ərazilərdə 37-40 dərəcə, Lənkəranda isə 35-38 dərəcə arasında dəyişir. Mənfi temperatur isə yenidən Culfada da mənfi 33 dərəcə, həmçinin yüksək dağ zirvələrində də mənfi 45 dərəcə müşahidə olunmuşdur. Respublikamızda ən isti ay iyul ayları, ən deməli soyuq ay isə yanvar ayıdır və Respublikamızın bu günəşli saatların və günəş radiasiyasının miqdarının çox olması alternativ enerjidən olan günəş enerjisindən istifadəni, yəni mümkün etmişdir. Belə ki, Azərbaycan ərazisində Azgüntech zavodu 2012-ci ildə Sumqayıt rayon ərazisində istehsal, yəni zavod fəaliyyətə başlamışdı və burada günəş panelləri hazırlanır ki, xüsusilə də günəş enerjisindən istifadə etmək üçün çox əhəmiyyətlidir. Həmçinin Pirallahı, Qaradağ, Suraxanı, Sumqayıt və Naxçıvan kimi ərazilərdə də, Qobustanda da belə yəni qurğular vasitəsilə günəş enerjisindən istifadə olunur. Deməli, keçək yağıntıların paylanmasına. Azərbaycan ərazisində yağıntılar yenə də qeyri-bərabər paylanmışdır. Belə ki, Azərbaycan ərazisində minimum yağıntı deməli Abşeron yarımadasının cənub hissələrində, həmçinin Qobustanda, Ələtdə, Puta məntəqəsində qeyd alınmışdı. 150-200-dən aşağı olmuşdu yağıntı və növbəti, yəni mərhələ isə 200-400 mm arası yağıntılardır ki, burada isə yalnız düzənlik ərazilər qeyd alınıb. Biz xəritəyə də baxsaq, rəngləri əsasən təyin edə bilərik.
Daha sonra isə yüksək dağlığa doğru bu göstərici artır. Belə ki 400-600 mm, növbəti mərhələ 600-1000 mm-dir ki, bütün ərazilərdə, yenə dağlıq ərazilərdə müşahidə olunur. Sadəcə olaraq 1000-1600 mm yağıntı Böyük Qafqazın cənub hissəsində və Lənkəran ovalığı, həmçinin Taş dağlarının ətəklərindədir. 1600 mm-dən yağıntının böyük olduğu hissələr isə Lənkəranda, daha doğrusu Taş dağlarının ətəklərində müşahidə olunmuşdur və ən maksimum yağıntı Lənkəranda müşahidə olunmuşdur. Belə. Və Talış dağlarında 1700-1800 mm yağıntı, Böyük Qafqazın cənub yamaclarında isə 1400-1600 mm-ə qədər yağıntı müşahidə edilmişdir. Bu da iqlim tiplərinin formalaşmasına böyük təsir göstərir və bu yağıntı hissəsinə xüsusi diqqət yetirməliyik ki, bizdə də daha çox testlərdə düşür. Belə deyim, hər bir məntəqəni xüsusilə də qeyd edib testə sala bilərlər. Və əlavə olaraq yağıntıların paylanmasında biz danışacağıq buxarlanmadan. Deməli, Respublikamızda buxarlanma yağıntının miqdarından asılıdır. Yağıntıların çox düşdüyü dağlıq və dağətəyi ərazilərdə, Lənkəran ovalığı və Qanıq-Əyriçayda buxarlanma çoxdur. Quraq iqlimə malik olan və düzən və bəzi dağətəyi zonalarda isə buxarlanmanın az olması yağıntının az olması ilə əlaqədardır. Mümkün buxarlanmanın göstəricisi isə 300-1400 mm arasında dəyişir. Gəncə-Qazax zonasında, Abşeron və Küraraz ovalığında mümkün buxarlanmanın illik miqdarı 1000-1200 mm, Naxçıvanın arazboyu düzənliklərində isə 1400 mm təşkil edir. Alçaq və orta dağlıq ərazilərdə isə mümkün buxarlanmanın kəmiyyəti 600-800 mm, yüksək dağlıqda isə 304 mm-ə çatır. Bu da yağıntı ilə əlaqədardır və qeyd eləyək ki, Respublikamızda mümkün buxarlanma 304-1400 mm-dir. Yəni bunu xüsusilə də qeyd eləmək lazımdır. Bu qədər müəllimlər.